xeyir. Dəbin yeniliklərindən danışmaq üçün bugün yenə bir araya toplaşmışıq. Bugün biz təbii ki Cahan Hacıyevanı tanıyacağıq. Şikayətçi Günel Allahverdiyeva. Bizim çox sevdiyimiz dəb bilicisi Afaq İsmailzadə. Vəkil qismində isə bizim əvəz olunmaz Faiq Ağayevimiz. Təbii ki, biz dəstək qrupuna nəzər salacağıq. Bu günləri maşallah Cahanı 6 nəfər dəstəkləyəcək. Təbii ki, bizim İlhamə xanım buradadır. Xoş gördük sizi də. Cahan Hacıyeva 29 yaş, subaydır. 7 yaşında bir qızı var. Cahan ixtisasçı mühasibdir. Lakin hesablama işlərinə heç bir marağın olmaması diplomunun illərcə tozlanmasına səbəb olub. Anası istəməsə belə musiqiyə olan böyük həvəsi onu oxumağa vadar etdi. Uşaqlıqdan bəri oxumaq istəyi hər şeyə qalib gəldi. Səhnəyə çıxmağa heç nə mane ola bilməz devizi Cahanın həyat tərzinə çevrildi. Bir cisimdə iki insan cəmlənib. 7 yaşlı qızını tərbiyə edən, gününü mətbəxdə keçirən evdar xanım Cahan və kütlə qarşısına çıxaraq oxuyan, tamaşaçılarını əyləndirən Cahan Hacıyeva. Qardirobu demək olar ki, yalnız ziyafət paltalarından ibarətdir. Belə ki, müğənnilik obrazına o qədər daxil olub ki, geyim tərzini yalnız səhnə üçün qərarlaşdırır. Səhnədəki şöhrəti onu adi həyatda izləməsə belə, Cahan yaşamından narazı deyil. Səhnəni adi həyatla qarışdıran Cahan, sabit geyim tərzinə görə ittiham olunur. Mən istəyərdim ki, Cahanın qardirobu gəlsin studiya. İttihamçımız Afaq xanım, buyurun, təhlil edin paltarları. Cahan haqqında, Cahanın daha doğrusu qardirobu haqqında mən burada 5 ədəd paltar görürəm və biri uzun, digərləri isə qısa. Amma bir şey qeyd eləmək istəyirəm ki, Cahanın qardirobu heç də ilin dəbli rənglərindən burada heç bir şey görmədim. Çünki bu rəng heç də dəbdə deyil. Bu paltarı bir klasik paltardır, amma biraz modelində biraz belə deyərdim, cavan, gənc, gözəl, müasir xanıma heç də yaraşdırmadım. Bu gördüyünüz ağ paltarın çox klasik, olduqca heç bir avangard və yaxud sport və yaxud heç bir detalı yoxdur ki, onu biraz müasirləşdirsin, düşünürəm. Bir də siz deyəsən çox bəyənirsiniz bantları. Çünki bir neçə paltarınıza fikir verirəm ki, hamısında məhz kürək hissəsində bant var. Amma mən sizə bunu tövsiyə etməzdim. Ümumiyyətcə bu tərzdən çıxasınız. Çünki sizin çox gözəl üzünüz və çox gözəl bədəniniz var. Sizə tam başqa üslublar məncə bugün biz təklif etsək, daha maraqlı və sizə yaraşan. Məncə bu qardirobla əlvidalaşsaz daha yaxşı olar. Bugün Cahan sabit geyim tərzində ittiham olunur. Faiq Ağayev, buyurun əzizim. Sabit giyinmək dəbsiz və ya zövqsüz giyinmək deyil. Və bizim mənə elə gəlir ki, Cahanla yeganə problemimiz ondan ibarətdir ki, səhnə geyimlərini həyata gətirməsin. O ki, qaldı
Cahanın qardirobuna bir mütləq məqama toxunmaq istəyirəm ki, Afaq xanımın, modelyerimizin söylədiyi bütün fikirlər düzgündür. Lakin mən ani olaraq bu geyimlərdə təsəvvür etdim sizi. Bircə o bantlar olmasaydı və biraz da qısalığa belə meyilli olmasaydınız, mənə gəlir ki, qəşəng bir xanım obrazı var. Gəlin nəzərə alaq ki, ittiham olunan və müdafiə etdiyim Cahan bürcə görə Əqrəb bürcündəndir. Onlar da bilirsiniz ki, o çox enerjili, temperamentli, inatkar olurlar. Fikirlərindən onları daşındırmaq çox çətin olur. Amma bu günləri Cahan əgər bura gəlibsə, Cahan əgər dəbsizə qatılıbsa, bu o deməkdir ki, bugün başqa bir Cahan buradan gedəcək və onun rənglərə olan sevgisi məni sevindirir əslində. Düzgün istiqamət göstərsək, Cahan daha da gözəlləşəcək. Əslində, Faiq bəy, rəngləri sevmək lazımdır. Sadəcə olaraq rənglərdən düzgün olaraq istifadə etmək Məhz ona görə dəbsiz var. Bəli, bəs ona görə də dəbsiz var. İlhamə xanım buradadır. Buyurun İlhamə xanım, siz nə deyərdiniz? Səhnə geyiminə uyğundurmu geyimlər? Səhnə geyimi. Bəli. Əslində mən özüm həmişə sadə geyimi xoşlayan insanam. Ona görə mən Afaq xanımın fikri ilə də razıyam, elə Faiq bəyin fikri ilə də hər ikisi ilə razıyam. Çünki Afaq xanımın fikri ilə razıyam. Burada çoxlu bantlar, çoxlu bəzək əgər lazımdırsa səhnə üçün başqa cür bəzəklər lazım olardı, daha maraqlı olardı. O ki qaldı biraz maraqlı paltar, ağ paltar, amma buradakı o düymələrsiz sadə olsaydı bir obrazda yəni ola bilsin aparıcı kimi və yaxud bir talk show üçün onu istifadə etmək olardı. Yaşıl paltar da geyim yay üçün, amma arxasındakı o bantsız və ya gipürsüz olsaydı, daha sadə olsaydı, yenə də artıq biraz maraqlı ola bilərdi. Digər paltarlar yəni ki, elə paltarlar mən giyinmirəm, ona görə mənə yaxın deyil deyənəm. Yəni ki, o rəng istifadə etmirəm. Siz rənglər geyinmirsiniz, yoxsa bu tərzdə paltarlardan istifadə etmirsiniz? Bilirsiniz, mənə elə gəlir ki, o bədən ölçüsündən asılıdır. Məsələn, xanım arıq, incə xanımdır. Bəlkə ona yaraşır, yəni mən bilmirəm. Mən istifadə eləmirəm, çünki mənim ölçümə yaraşmır elə paltarlar. Nə bilim, yəni səhnə üçün deyil, deyərdim ki. Əgər baxır səhnədə Cahan xanım neynəyəcək, müğənnidirsə, aparıcıdır. Yəni o baxır onun gördüyü işə. Müğənni üçün baxır, əgər hər hansı bir verilişdirsə, deyək ki, nə bilim, insanlar oturub balaca bir məkandır, orada sakitcə lirik bir mahnı oxumaq lazımdırsa, onda bir ağ paltardan istifadə etmək olar. Yenə deyirəm, düymələrsiz, digər paltarlardan yox. Belə. Şikayətçimiz Günel, Allah ver deyə bunu dinləyək. Buyurun Günel xanım. Şikayətim ondan bağlıdır ki, səhnə geyimini, gündəlik həyat geyimini dəyişik salıb. Biz harasa adi gedirik oturmağa, orada belə geyimlə getmək istəyir bu insan. Şikayətim ondan bağlıdır, çünki biz yola çıxa bilmirik bu insanla. Faiq bəy, nə deyərsiniz? Mən qəti qəbul eləmirəm bu iradı. Çünki əgər xanımın öz geyiminə fikir versək, onun özünün zövqündə problemlər var. Və məndə olan məlumata görə Günel də ifaçıdır. Lakin sanki solo çıxış üçün hazırlaşıb və bilirsiniz, orada geyim tərzi düzgün olan birisi itham eləsəydi, qəbul eləyərdim.
Sadəcə olaraq rəfiqə kimi düzgün söylüyor ki, bəli, bu paltarlar səhnə üçündür, ziyafət üçündür, dəblidir, dəbsizdir, zövqlüdür, zövqsüzdür, bu başqa məsələdir. Amma misal üçün sabah harasa təbiət qoynuna gedəndə sən belə paltarlar geyinsən, onda mən iradı qəbul edirəm. Başqa halda yox. Mən hətta modeliyerimiz Afaq xanıma müraciət eləyərdim ki, siz ittiham edən tərəfin şikayətçinin geyimini bəyəndinizmi? Mən baxmadım daha doğrusu. Çünki xanım ayağa qalxandan sonra baxa bilərəm. Ondan sonra fikrimi söyləyərəm. Zəhra. Siz necədir? Adi biz çölə çıxırıq, sahildə gəzməyə gedirik, sahil Mən qırağında. sizdən razıyam. Bu paltarda yenə də o getməzlər. geyimlə çıxır. Ora Ondan getmək razıyam. olmaz. Ondan razıyam. Qonşusu Zəhra xanımı dinləyək, görək Zəhra xanım nə deyir. Onu deyə bilərəm ki, bir dənə çox qısa giyinməsin geyim. Bir dənə o iradım tuturam, irad ona. Aha, Cahan çox qısa Qısa geyimlərdən geyinməsin. istifadə edir. Bəli. Ona çox uzun yaraşır, görmüşəm, bir dəfə giymişdi. Çox yaraşır. Qısa giyməsə daha çox yaxşı olar. Bəs Fərhad bəy nə deyəcək? Nə bilim valla, mən düşünürəm ki, yarışırsa geyinmək olar. Nərmin xanım, siz nə deyirsiniz? Sizin fikirlərinizi dinləyək. Əvvəla hamınızı salamlayıram. Təşəkkür edirəm bizi dostları dəvət etdiyiniz üçün. Cahanım, belə desək, əslində qalsa insanın özünə nə yaraşsa o yaxşıdır. Yoxsa geysən, hər hansı bir geyimi alırsan, geyinirsən, yaraşmır, amma ki, deyirlər, hə, qəşəng durub, bu ilin dəbidir, bu ildə bu geyim dəbdədir, rənginə görə, hər hansı bir formasına görə. Məncə, Cahanın özünə nə yaraşsa, onun saç düzümünə, üz mimikasına, özünə yaraşdıran mən deyərdim. Müğənni dostu Elçin nə deyir? Fikirlər müxtəlifdir. Geyim sərbəstdir. Yəni, hər kəsən öz fikrinə görə geyinə bilər. Amma Faiq müəllimin sözünü dəstəkləyirəm. Təbii ki, ziyafətlərə, şənliklərə, toylara qısa geyinmək olar. Yəni, dərəcəsində. Amma Günel xanımın sözünü dəstəkləyirəm ki, yəni adi halda qısa geyinmək, yəni həqiqətən qadağandır. Biz vaxt itirmədən təbii ki, Cahan rəfiqəsi Günellə dükanlara gedib seçdiyi geyimləri geyinib bizim qarşımıza gəlsin. Buyura bilərsiniz. Cahan, paltar taxmışam var. Necədir? Ay qız, Deyən bir dənə, deyən elə bir dənə, sonra deyərsən bacı. Bir bax üstündə üzvə. sən başa düşürsən, mən qara rəng xoşlamıram. Qış gəlir. Ay bacı, sənin qardırobunda hamısı Olsun, rənglidir. qış gəlir, mən xoşlamıram qara rəngi. Sən bir dənə geyin buna bax. Pis olsa geyinməzsən. Bir dənə geyin bax. Mən xoşum Sən gəlir. bilirsən ki, mən bəyənmirəm qara rəngi. İndi sən bəyəndikləri də biz bəyənmirik də. Nə olar ki, bir dənə bunu geyin baxaq. Uf, yaxşı, yaxşı. Gəl, tut bunu. Get geyin baxaq. Ay Günel, gör nə gözəldir. Əsl mənim sevdiyim rənglərdir bax. Çox qəşəngdir. Ay Yenə qomola. rəngli. Ay can, nə qədər rəngli geyinmək olar. Çünki mənim sevdiyim rəngdir. Mənə də yaraşır. Qurban Bu olum ilin də sənə. dəbidir. Bir dənə mənə İnanırsan, qulaq çox as. qəşəngdir. Hamısını qısa geyinirsən. Nə olar uzun geyin. Qara mən səni Mənə seçmişdim. yaraşmır uzun. Nə bilim, xoşum gəlmir də mənim. Geyinin bax da nə olar. Get Geyinin geyin bax. bax. Çox Mən qəşəng xoşum göstərəcəm. gəlmədi. Yox, yox, çox bəyənəcəksən.
Bu paltarı rəfiqənlə seçmisən. Rəfiqənin fikri olub paltar, yoxsa bu rəfiqənin zövqü? Sırf onun fikri. Sırf onun. Əhsən deyirəm mən sənə. Əslində mən çox bəyəndim bu paltarı. Ayaqqabını da bəyəndim. Sadəcə olaraq aksesuar çatışmamazlığı var. Bir də saçını təbii ki yaraşdırmadım. Başqa deyiləcək bir şey yoxdur. Afa xanım, nə iman uzun baxdınız? Buyurun, sizi dinləyək. Çünkü Cahan çok bildirdiğim gibi çok güzel bir hanımdı. Hakikaten podyumda bir sanki model geçti karşımızda. Paltarı hakkında sadece bilirsiniz ki qara renk benim sevdiğim renklerden, en sevdiğim renklerden biridir. Biraz paltarının sadece olarak uzunluğu dəbdə olmayan bir uzunluqdur bu an. Bunu qeyd etmək istəyərdim. Bir də aksesuarlarınız çatmırsa, siz belə minimalizm stilindən istifadə etmişsiniz, sadə geyinmişsiniz. Çünki paltarın yaxasında, üstündə heç bir şey yoxdur. Düşünürəm bir aksesuarlardan istifadə etmək hökmən lazımdır. Çantadır, qolbaqdır və yaxud yaxanıza bəlkə bir şey ola bilərdi. Əzizim Faiq bəy, buyurun, sizi dinləyək. Əslində Cahan çox az saylı xanımlar qismindəndir ki, al da geyinsə yaraşar, şal da geyinsə yaraşar. Bu xanımın təbiətən bədən quruluşu, üzü, hətta üzünün ifadəsi məni paltardan yayındırır. Və təbii ki, tamaşaçılar da, səhnəyə çıxanda salonda olan insanlardır və ya harasa mağaza, alış-verişə gedəndə də Cahan mənə elə gəlir ki, mən buna əminəm, diqqət mərkəzindədir. Geyim barəsində artıq həm Ruhi xanım, həm Afa xanım söylədilər. Mənə elə gəlir ki, heç olmasa öndəki uzunluq arxada da saxlanılsaydı daha gözəl olardı və aksesuarlar təbii ki. Amma yenə də hətta bu paltarda çox gözəlsiniz. Qeyd etmək istəyirəm Faiq bəy, gözəllik ondu, 9'u dondu. Bilirsiniz, Lagerfeld'in belə bir sözü var. Xanımlar gözəl geyinməyi sevirlər. Amma xanımlardan çox bəylər bunu sevirlər. Çünki ən çox bəylər gözəl xanımlara baxırlar, gözəl geyimli, gözəl aksesuarlı və baxımlı xanımlara diqqət yetirirlər. Yəni günah olar ki, belə bir gözəl xanım gözəl geyinməsin. Bəli. Afa xanım, amma mənə elə gəlir ki, hətta gəlmir. Elədir ki, var. Xanım sözü elə gözəllikdir. Hər bir xanım gözəldir. Xanımlarımıza razı olun. İlham bəy, siz necə fikirləşirsiniz? Bu geyim yaraşır ya yox? Mənim üçün çətindir demək. Dəbə qalanda bu 2 il öncə yəni daha çox aktual idi. Ümumiyyətlə mən paltar xanım çox incə xanımdır, gözəl xanımdır, yaraşır. Nə bilim, mən rəngi araşdırmadım əslində. Qara rəng mənim də çox sevdiyim rəngdir. Bəlkə ola bilsin dodaq rəngi biraz tündür, qırmızı, yəni bir al rəngi olsaydı başqa cür görünərdi. Nə bilim, rəng biraz boğdu onun rəngi. Nə bilim, o ki qaldı paltara. Mən ayaqqabıları da əslində mən bəyənmədim. Bilmirəm, hər kəsin öz zövqü. Yəni rəngi daha al rəngi olsaydı, ən azından heç olmasa bir qara rəngi biraz bir işıq verərdi ki, nə bilim, seçilərdi. Bir söz söyləmək istəyirəm. Coco Chanel qeyd eləyirdi hər zaman ki, qara rəngdən tünd olsaydı, bəs mənim qarderobum məhz o rəngdən ibarət olardı. Məncə rəngə biz qatılsaq, rəng düzgün seçilib. Sadəcə model, biraz problem modeldə var, uzunluqda. Yox, rəng mənim deyirəm, rəng seçilə bilər, gözəl, mənim də sevdiyim rəngdir. Qara bilirsiniz, 90% məndə qarderobda hər şey qara rəngdədir. Amma sadəcə olaraq mən deyirəm ki, əgər yəni dodaq boyası biraz olsaydı və yaxud daha bir al-əlva, onda daha gözəl, effektli görünərdi. Belə. Nərmin
Səni dinləyək. Sən nə deyəcəksən? Bu geyimi tamamlayacaq aksesuar və üz bəzəyi olsaydı, bir də saç düzümü olsaydı tamamlanardı. Cahan, mən istəyərdim ki, sən başqa bir geyiminlə yenə bizim qarşımıza gələsən. Buyurun. Təbii ki, qonşu Zəhranı da dinləyək. Görək qonşusu nə deyir. Ona həmişə yaraşıb qara rəng. Amma paltar super idi. Buyur Elçin. Paltara bu geyimə bir fikrim yoxdur. Yəni yaraşdı. Yaraşdı. Yaraşmağına yaraşdı. Sadəcə olaraq üz makiyajı çatışmırdı. Və bir də təbii ki, münsiflərin söylediyi kimi aksesuarlar. Bu qədər. Yaraşmadı, söhbət olmamalıdır. Çünki xanımımız həqiqətən də gözəl xanımdır və ona Faiq bəy söylədiyi kimi al da geyinsə yaraşar, şal da. Sadəcə düzgün geyim haqqında məncə biz danışırıq. Fərhad, siz dinləyək. Mən də tamamilə razıyam Afa xanımla. Seçim qəşəng idi. Yəni gözəl seçimidir. Rəngi prosta ətəyi idi, yəni əsas problem. Bir də ki üz makiyajı. Az sonra bizim qəhrəmanımızı, Cahanı elə bir geyimdə görəcəksiniz ki, mən əminəm ki, heç kəs onu bəyənməyəcək. Bəli, Faiq bəy, hətta siz. Az sonra gözləyək. Az sonra. Cahan, bu geyimdə rahatsan? Çox. Çox. Mən söz tapa bilmirəm. Faiq bəy, siz əl çaldınız. Mənim sözlərim boldur. Alqışladınız. Bayaqları Və çox bəyəndiniz. Afa xanımın sözünə cavab olaraq alqışladım. O Karl Lagerfelddən bir stat gətirdi ki, xanımlar gözəl geyinirsə, təkcə özü üçün geyinmir. Elə bəylər gözəl yaraşıqlı xanımları sevir. Amma Mən bu gözəl deyil. Tam açıq söyləmək istəyirəm. Bu vulqar bir şərt var. Bəli. Şərt var. Azərbaycanlı ifaçı və müğənnisi üçün bu əgər tematik hansısa bir mahnı deyilsə və mahnının ağırlığını daşıyan bir geyim deyilsə, mənim üçün qəbul deyil. Lakin indi hal-hazırda pavilyonda Letitsia Kasta rüzgarı əsdi. Siz baxın, həm üz cizgilərindən oxşayır. Yəni Cahan model olsaydı və podyuma bu geyimdə çıxsaydı, hansısa misal üçün bir defilədə mən çox bəyənərdim. Amma Azərbaycan müğənnisinin geyimi kimi görmürəm, bunu açıq söyləməliyəm. Hara geyinərdin bu geyimi Cahan? Partilərə belə. Mən inanıram ki, orada bütün bəylərin fikri səndə olardı. Ona görə aldım da. Afa xanım, sizi dinləyək. Əslində mən çox diqqəti cəlb edən belə yaraşmayan vulqar deyərdim. Belə bir geyimi, bu tərzi heç sevmirəm. Qısanı sevirəm, o xanıma ki yaraşır. Amma sizin biraz yuxarı hissədə artıq kilonuz var və ətəyinizin çox qısa olduğu, bunu biz onu sadəcə görürük. Siz bizə onu göstərirsiniz. Mən belə geyimlərini sevmirəm Cahanın. Gündəlik geyinir mi bu geyim? Gündəlik geyimləri, bəli, bu insanın gündəlik geyimi bu da. Səhnəyə çıxsa, hansısa bir şad gündə çıxsa səhnəyə, mən onu bəyənərəm. Hardasa düzəltmək olar da biraz ki, səhnə... Gündəlik də Amma gündəlik geyimdə düzdür. Belə geyinməsə də Ruhi xanım da, yəni belə geyim gündəlik şəhərdə belə gəzməz. Amma ki, qısa geyinmək bu insan xoşlayır.
Belə Mənə, qısa özümə deyim. geyimlə, Belə gözəllik görmək üçün. qısa geyimlə olmaz da. Mən bəyənmirəm geyimini. Əslində Cahan düz söylədiniz. Çox gözəl bir xanımdır. Çox gözəl üz cizgiləri var və bədən fakturası çox gözəldir. Təbii ki, biraz kiloludur. O da olan bir işdir. Amma bu cür geyimi mən də Cahana yaraşdırmıram. Cahanın belə deyəcəm, çox xanım, xatın siması var. Mənə elə gəlir, özünə uyğun bir geyim geyinsən Cahan, sən daha da gözəl olarsan, daha da maraqlı görünərsən. Və mən təbii ki, dostlarını dinləyəcəm. İstəyərdim ki, Cahan başqa bir geyimini bizə nümayiş etdirsin. Buyura bilərsən Cahan. İlhami xan, buyurun. İlhami bəyəndi. Bəyəndim çünki səhnə üçün əgər doğrudan da səhnədə müğənni həm də aktrisadır. Səhnədə müğənninin işi odur ki, insanları ələ ala bilsin. Hər bir yolla, fərq etməz. İstər gözəlliyi ilə, istər oxumaqla, əgər bilirsiniz, bugün dünya show biznesində siz o qədər ulduzlar tanıyırsınız, istər Britney Spears olsun və s. Yəni oxumaqdan söz gedə bilməz canlı konsertinə baxırsa. Rəqs və yaxud da ki, həmən dediyimiz vulqar geyimlər və s. bir show yaradırlar səhnədə və milyonlarla fanatları var, dinləyiciləri var. Nəyə görə biz show biznesi o səviyyədə inkişaf etdirməyək? Bu niyə pis yozmalıyıq ki, xanım vulqar görünmür? Məhz ona görə xoşuma gəldi ki, insan var ki, uzun da geyinəndə elə görünür ki, vulqar. Yəni hər bir insanın üsbəti dönür, cəlb edir. Bəli, biraz kilo məsələsi məsələn düzdür. Mən ona görə deyirəm, bəzi geyimlər var ki, biz özümüzə geyinib bilmərik bədən figuramıza görə, ölçülərə görə. Amma o da problem deyil. Yəni o qədər də kök deyil ki, deyim ki, belə gözə çarpacaq dərəcədə və gözəl bir punk nə bilim obrazı gördüm səhnədə və yaxud da ki, müasir bir mahnı ifaçısı kimi gördüm səhnədə. Çox gözəl, mənim xoşuma gəldi əslində. Bir ricam var sizdən. Sizi ayaqüstə görə bilərəmmi? Buyurun. Bugün gezə bilərsən bizim üçün. Çox xahiş edirəm. Təşəkkür edirəm. Qayğay, Bəli. canım gözüm. Nə deyərsiniz İlhamə xanım üçün? Mən İlhami xanım günləri özüm üçün yenidən kəşf etdim. Aha. Podiuma yaraşır bu xanım. Bəli. Və çox inadkar xanımdır. İcazə versə deyərim, əvvəllər kilo problemləri var idi. Bəli. Onu həll elədi və indi maşallah Nampoda çox gözəldir. Təbii ki, ekspert qismində gəlib. Səhnədə olsaydı yəqin ki, üstdəki o geyim gedəcəkdi və çox gözəl bir görüntü olacaqdı. Afa xanım, buyurun, siz nə deyərdiniz? İlhami haqqında nə deyə bilərəm? Çox istədiyim bir zövqlü xanımdır. Bugün də çox düzgün və zövqlü geyinib. Bəyənirəm. Alqışlayın. Cahanın qonşusu Zəhra. Buyurun, biraz bundan öncəki geyimlə bağlı nə deyərdiniz? Məncə ona elə yaraşmır. Yaraşmır. Yox. Fərhad, siz nə deyərdiniz? Mən daha öncə dediyim kimi Cahan xanıma yəni hər şey yaraşır. O da Amma yaraşır. bu hindi geyindiyi geyim məncə çölçünü deyil. Yəni özdə mən çoxdan tanıyıram onu. Mən bayırda görməmişəm yəni belə bir. Yəni bu qədər qısa Bizim görməmişəm. problemimiz odur ki, Cahana mən onu yaraşdırıram. Mənim də xoşum gəlir Cahan elə geyinəndə. Sadəcə olaraq mən onun tərzini gündəlik həyata uyğunlaşdırmaq istəyirəm. Aha, mən ona görə müraciət eləmişəm dəbsiz verilişinə. Tamamilə razıyam sizlə, rəfiqəsi ilə çox razıyam. Mən İlhamə xanıma da onu istəyirəm, aydınlıq gətirim. Çünki biz hər şeyi, ən önəmlisi odur ki, bizim bugün evdən çıxarkən biz bu geyimi hara geyirik? Biz bunu səhnəyə geyiriksə, biz bunu bir şoya geyiniriksə və yaxud biz bunu həyatda hansısa bir sadə bir gündəlik geyim kimi. Ən önəmlisi odur ki, xanımlar bunu aydınlaşdırsınlar özü üçün. Ən önəmlisi. Təbii ki, elədir. Afa xanım, mən də sizinlə razıyam. Hər bir məkanın özünün geyim tərzi var və buna biz diqqət yetirməliyik. Elçin, siz nə deyərsiniz?
Mən ümumiyyətlə Məncə qısa siz də geyimin bəyəndiniz. əleyhinəyəm. Mən Necə? sevmirəm xanım qısa geyinsin. Aha, Yəni, qısa Faiq bəy var, yaraşsa da düzgün. sevmirsiniz. Necə? Yaraşsa da sevmirsiniz. Ümumiyyətlə Azərbaycan xanımı qısa geyinməməlidir. Faiq müəllim bayaq düzgün vurğuladı. Faiq müəllim. Ben səhnə için söyledim. Adi hayatta bilirsiniz ki bizde xanımlar kısa giyinirlər. Adi həyat üçün idi, nə səhnə üçün idi. Burada bir Elçindən üzr istəyirəm. Burada çok vacib bir məqam var. Xanımın o paltarda özünü idarə etməsi. Eğer kısa Bəli. paltarda xanım özünü idarə edebilirse, eğer xanım oturduğunda problem yaşamırsa, gizlətmirsə özünü, düzgün bunu giyinirsə, onda özü bilər, əri bilər. Amma səhnə yaraşdırmır. Bu söz mənə çox tanış gəldi. Özü bilər, əri bilər. Cəhan razılaşma yoluyla seçilən paltarları mənə elə gəlir artıq geyinib və bizi gözləyir. Buyur Cəhan. Hə Cəhan, indi mən danışmaq istəyirəm. Mən hər zaman demişəm ki, insan öz bədənini tanıyaraqdan geymək lazım. Amma Cəhan bu günləri təbii ki, bu şalvarı, bu paltarı razılaşma yolu ilə seçdiyi bir geyimdir. Buna baxmayaraq, mən elə gəlir ki, Cəhan'a bunu zorla kimsə geyindirmir. O özünün bir istəyi olub ki, bu paltarı geyindir. Bu şalvar siz özünüzə yaraşdırdınız mı? İndi yox. İndi yox. Bəli. Bu tərzdə, bu biçimdə, bu material, bu parçadan olan şalvardan heç vaxt istifadə etmə. Çünki sənin bədən qüsurlarının hər birini ortaya çıxardır, üzə çıxardır və bu çox gözəl görünmür. Ayaqqabını heç danışmaq istəmirəm. Yəni, təbii ki, Afaxam öz dəyərli fikirlərini verəcəkdir. Bir sözlə bu geyimdə heç səni görmək istəməzdim. Buyurun Afaxam, sizi dinləyim. Cəhanı bu şalvarı mən də yaraşdırmıram. Şalvar daha bir 15 santim qısa olsaydı və maraqlı bir printli olsaydı, sadə bir ağ köynəklə və ya qara köynəklə, ayaqqabılar xaric təbii ki, çünki xanımlarımız niyəsə qəbul etmək istəmirlər. Stiletto tərzli ayaqqabılar, hətta dünya ekspertləri bunu tövsiyə edir ki, hələ 2 sezon öndəmdə olacaq, dəbdə olacaq o ayaqqabılar və yaxud inspektor ayaqqabı geyinə bilərdiniz, amma şalvarınız 15 santim qısa olmaq şərti ilə. Çünki bunu hər bir xanım geyə bilməz. Amma sizin bədən quruluşunuz və ayaqlarınız buna imkan verir. Və heç də vacib deyil bugünkü gün belə bir köynəyinizdə belə rəngarəng şalvarınızın tonuna uyğunlaşdırmışsınız. Başqa bir rəng seçə bilərdiniz. Məncə çox zövqsüz görünürsünüz. Bu ayaqqabılar, bu gödəkçə, bu şalvar dəbdə olan bir şeylər deyil, belə deyərdim. Bir də sizdə rəng problemi var. Məncə rəng seçimi problemi var. Mən fikir verdim, sizin qarderobunuzda da bu rənglərdən çox istifadə etmişsiniz və indi də qarşımıza bu rəngdə çıxmışsınız. Və bu rəng payız, qış rənglərinə daxil deyil. Ümumiyyətcə, siz bunu bəlkə önümüzdə gələn yay fəslində istifadə edə bilərsiniz. Onu da biz Beatrice Esman xanımdan
bildiyiniz kimi Pantene Color Universitetinin rəhbəridir, koloriz dizaynerdir və mən tövsiyə edərdim bütün xanımlara internet vasitəsilə açsınlar bu xanımın haqqında biraz bilgi alsınlar. Çünki səhv etmirəmsə 6 kitabı var, hamısı dəbə və ən önəmlisi rənglərə aid olan kitablardır və bəlkə siz də dəyərlənəsiniz. Faik Bey, sizi dinləyək. Məsələ nə yerdədir? Təbii ki, mənfi tərəflər deyildi. Mən müsbəti axtarmaq istəyirəm və sizdən rica edəcəm, bəylərimiz də kömək etsinlər, yardım etsinlər. Bir o gödəkçəni çıxardın lütfen. Əgər biz ayaqqabılara fikir verməsək, bəyək ki, şalvar iradları da məncə ortadan gedər. Əgər düzgün ayaqqabı seçilsəydi, düzgün makiyaj, saç düzümü seçilsəydi, bu kofta ilə bu şalvar adi bir insan üçün, çünki məqsəd nədir? Sizi casual, gündəlik geyimə öyrəşdirmək. Casual üçün qəbuldur mənim üçün. Normal, qəşəng, gözəl Azərbaycan xanımı, misal üçün bu geyimdə mağazaya gedir, ya təhsil almağa gedir. Təbii ki, bu ayaqqabılar olmasaydı, şalvarın uzunluğu ilə də mən razı deyiləm. O məqamda Afaq xanım tam düzgün söylədi. Mane olan, sizi siz kimi görməyə mane olan gödəkçə və ayaqqabı idi. Və mən çox, buyurun, gəlin Cahan, çox heyfslənirəm ki, Azərbaycanda əfsus model biznesi yox dərəcəsindədir. Çünki model biznesi bizdə işləy olsaydı, Cahan podiumların ulduzu da ola bilərdi. Fark beylə heç razı deyiləm. Mən də razı deyiləm. Çox üzr istəyirəm. Əgər biz casual stildən danışırıqsa, bu xanım bu köynəyi geyinirsə, bu şalvar heç düzgün deyil. Sadə bir cins şalvar geyə bilərdi və gündəlik işinin dalınca gedə bilərdi. Amma bu rəng və bu şalvar seçimi heç düzgün deyil. Bundan qətiyyən razı deyiləm. Mən bir də biçimi yaraşdırmadım. Biçim də sizin heç deyil. yaraşmır sənin bədən quruluşuna. Bu sənin biçimin bədən ölçülərinə uyğun gəlməyən bir tərzdir. İlham et. Hamısını, həm koftanı, həm şalvarı. Xeyr. Siz nəyi seçmişsiniz? Qərarlaşdırıb seçmişik, ikimiz baxırdıq. Seçiminiz var mı bu geyimlərin içində? O səbəbdən dedim ki, dayı Yola Bəli, üstdən geyinən köynəyin Nəticəsi belə oldu. Bu geyimi bəyənmədim. Xeyr. Əslində cins gödəkçələr həmişə dəbdə olur, qəşəngdir. Yəni ki, baxır nə ilə bu geyimlə ümumiyyətlə əlaqəsi yoxdur. Yəni ki, bir paltarın üstündən qəşəng bir gündəlik casual paltarın üstündən də cins gödəkçə ilə çox gözəl bir xanım, yəni yaşınızdan da kiçik görünərsiniz. Yəni heç vaxt demək olar. Mən bilmədim, mən şokdayam, anadır. Yəni çox gözəl bədən quruluşu da var. Mən sizlə razıyam. Şalvar ümumiyyətlə biraz xatalıdır xanımlar üçün. Yəni köynək yəni ümumiyyətlə yay geyimidir. Yəni ki, indi və dəri cins gödəkçə ilə mən bilmirəm nə əlaqəsi varsa seçiblər. Yay geyimi yayda və cins gödəkçə. Yəni belə bəyənmədim, belə deyək ki. Biz Cahanı göndəririk təbii ki, möcüzə otağına bir neçə vaxtdan sonra görüşmək ümidi ilə. Buyura bilərsiniz. Və nəhayət Cahan hazırdır, biz də onu qarşılayaq. Buyurun Cahan. Shawty don't even know she can get in it for the low. Told me she not a pro, it's okay, it's under control. Show me soprano, cause girl you can handle. Baby with stars, so then you come up in park clothes. Girl I'm new, so my Bugatti the same nose. Show me your perfect bitch, you got it my banjo. Talented with your lips. Faik bəy, mən çox bəyəndim Cahanı. Mən də çox bəyəndim. Və bu geyimi çox yaraşdırdım. Glam rock stilindədir və çox xoşuma gəlir. Və bəyaları biz şalvardan danışanda dedik ki, düzgün anladımsa
trikotaj şalvarlar biraz təhlükəlidir xanımlar üçün, çünki bəzi Bəli. problemli zonaları göstərir, amma bu dəfə seçim elədir ki, heç bir problem zonası görmürəm və çox qəşəngdir. Afa xanım, buyurun. Təbii ki, mən də çox bəyənirəm. Sadəcə bir balaca şalvarın uzunluğunu mən balaca topuq hissəsində yığılmasını istəməzdim. Bir tək balaca qüsur orada görürəm. Ümumiyyətcə çox tulum çox yaraşır sənə və tulumu ümumiyyətcə mən çox sevirəm. Çünki tulumda həm rahatdır, həm də xanımlar nəinki onu həm street style şəklində nümayiş etdirmək olar, həm bir gecə ziyafət geyimi kimi yəni təqdim eləmək olar. Ümumiyyətcə tulum çox gözəl və dəbdə olan bir əşyadır. Buyurun, siz nə deyirsiniz? Görmək istədiyim Cahan budur. Bir tək bunu deyə bilərəm. İlhami çox maraqla baxın. Mən çox bəyəndim, çünki mən ümumiyyətlə belə geyimi xoşlayıram. Mən siz tulum deyirsiniz, yəni kombinzon həm də, yəni enli şalvar. Mən də qarderobda bəlkə neçə dənə və nəyə görə ən gözəl çıxış vasitəsidir? İnsan kilo alanda da, arıqda olanda, hər bir vəziyyətdə sənə çıxış yoludur. Yəni sənə o necə deyim, çıxılmaz vəziyyətdən çıxardır. Yəni o şalvar növü. Və gödəkçə super. Yəni mən ümumiyyətlə sevirəm belə qısa dəri gödəkçələr, belə stil. Mən çox xoşuma gəlir. Həmçinin siz səhnədə də yəni belə performansı ola bilər. Yəni gözəl bir estrada musiqisi ilə və çölə də eynək taxıb qəşəng bir ulduz kimi çöldə yəni gəzə bilərsiniz. Shopping edə bilərsiniz. Yəni necə istəyirsiniz? Biz Cahanı göndərək başqa geyimləri bizə nümayiş etdirmək üçün təbii ki, dəstək qrupunda dinləyəcəyik. Buyur Cahan. Təşəkkür edirəm. Buyurun Nərin. Cahandan indiki geyimini çox bəyəndim. Tamamlandı. Həm öz mimikasına, həm belə deyək də hamısı kepkasıdır, ayaqqabısıdır. Ayaqqabı deməzlər indi. Tam o xırdalıqların adını bilmirəm. Yəni bəyəndim mən, yaraşdı deyərəm. Gündəlik geyim üçün yox, gecə geyimi, parti hər hansı. Gündəlik geyim üçün deyiləm. Gündəlik geyimi də geyinə bilər. Yox, gündəlik geyimə yaramır axı belə geyim. Necə geyinmək olar bu geyimi? Nə bilim, gündəlik öz zövqümə nəzərən, gündəlik geyimdə mən görmürəm ki, ancaq gecə geyimlə. Mən xanımın fikri ilə razı deyiləm. Əslində gündəlik geyim üçün çox gözəl seçimdir. Gödəkçəni hardasa, yəni kəmərin üstündə bir balaca olsa gözəl görsənərdi, gödəkçənin duruşu. Və papaq qətiyyən getmədi. Ona görə ki, papağı bəyənmədim geyimlə. Amma mən çox bəyəndim papağı. Papaq onun sifətindəki o auranı, o gözəlliyi, ab-havanı boğurdu, itirirdi. Gündəlik geyim siz nəzərdə tutursunuz. Yəni bu xanım bu geyimdə gedib dükandan özünə meyvə almalıdır, çörək almalıdır. Yoxsa xanımın gündəlik geyim obrazı, ümumiyyətcə gündəlik bu insanın tərzi, həyat tərzi gündəlik nədən ibarətdir? Bu çox önəmlidir. Əgər xanım bir ulduzdursa, əgər xanım həqiqətən tanınan bir xanımdırsa, səhnəyə çıxırsa, bu xanım gündəlik bugün məhz bu şəkildə çıxmalıdır. Əsl qlamurlu geyim tərzidir. Polemikaya girərdim Afa xanımla. Bizim əsas məqsədimiz elə Günel xanım da bəyaları onu qeyd etdi. Gündəlik geyimlərə meylləndirmək, o gündəlik geyim tərzini öyrətməkdir Cahana. Məncə bəyaları dedim, çox gözəl idi. Amma yenə də bu casual deyil, bu pre-departe deyil, bu glamdır, burada glamur var. Mən o xanımın misal üçün hansısa bir albom hazırlıqlarında, müğənnidir çünki, və ya hansısa bir digər sənətlə bağlı işlərində görüş üçün bir geyim də görmək istərdim. Mən qismən razıyam ki, bu sırf casual və gündəlik geyim deyil. Təbii ki,
ki, alış-veriş üçün və yaxud da ki, evladını bəlkə də o oxuldan götürmək üçün bu belə bunun üçün deyil. Bundan mən də sizlə razıyam. Ümumiyyətcə onu demək istəyərdim ki, bu xanımın mən bildiyimə görə xanımın sənətçidir bu, xanım müğənnidir. Yəni sənət insanına yaraşdırırıq bunu. Sənət insanına məncə gündəlik bu geyim, çünki gündəlik siz bilirsiniz ki, müğənni üçün bu gündəlik nə deməkdir? Yox, mən gündəlik də görməmisiniz siz. Elə həmən geyimi necə deyim, lap əməli siz gündəlik geyimə çevirmək olar. Papaq, yəni başında olma ayaqqabını dəyişib bir idman ayaqqabısı geyinsə, Təbii. əllərinə bir qısa əlcək taxsa və yaxud yəni kəsik əlcək oldu gündəlik geyim Boynuna kimi bir idman şapka olarsa, tərzi təbii bunda ki. lap mağazinə gedib meyvə də ala bilər yəni ondan. Amma başından onu çıxarsa bir-iki bijuteriya yenə də amın ayaqqabı oldu gecə geyimi. Yəni ona görə o geyim elə gözəl şeydir ki, o geyim Universal tərzi. geyimdir. Hər yanda istifadə etmək olar. Mən Fərhad, siz dinləyək. Çox bəyəndim. Belə deyim də, mən bu geyimi bikerskinnəsə belə bir stil gördüm. Yəni o stildə gördüm. Ən çox sevdiyim yəni geyimdir. Yəni o stildir. Bu arada söyləmək istəyirəm ki, Eşbiliyoruz. dəstəyə gələn insanların bir çoxu zövqlüdür. Bəli. Mənim maraqlıdır, misal üçün Fərhad nə işlə məşğuldur? Yeni başlamışam fitness model. Nəyə? Fitness model. Amma Bakıda deyil. Görün, yəni Cahanın yanında komandası elə komandadır ki, onu yönləndirə biləcək. Zəhra, buyurun. Papaq yanaşdırmadım ona. Kombinezon superdir. Gödəkçə də superdir. Bir papaqla ayaqqabı ona yaraşdırmadım, bilmirəm. Hərənin öz zövqünə görə dedim, amma mənə görə yaraşmadı ona. papaq elə bir şeydir, hər adama yaraşmır. Amma Cahan xanıma çox yaraşdı. Şəxsən mənə heç yaraşmır. Mən həsrətindəyəm, yəni o papaq tamamı. Zəhra, sən deyirsən, qara rəng. Qara rəngdən əlavə Cahana rəngli rənglər də yaraşır. Düz seçim eləyəndə yaraşır, rəngli gedir ona. Qara bilirsən necədir? Artıq kilolu insanlar əksərən çox istəyir, qaraya meyilli olur. Amma Cahan o dərəcədə artıq kilolu deyil. O rəngli şeylər geyinə bilər. Mən dedim Yox, ki, onu ona demirəm, mən başqa birinci şey deyirəm sənə. Qara rəng ona həmişə yaraşıb, mən onu Yox, heç demişəm. zaman sabah əlbəttə yaraşır. Cahanın qarşıda iki geyimi var. Bizə isə Cahanın geyimini gözləmək. Çox səbirsizliklə gözləyirəm Cahanı. Cahan artıq hazırdır. Cahan. It's like everywhere I go, my whistle ready to blow. Shawty don't even know she can get in it for the low. Told me she not a pro, it's okay, it's under control. Show me soprano, cause girl you can handle. Baby with stars, so then you come up in park clothes. Girl I'm new, so with my Bugatti the same nose. Show me a perfect pitch, you got it, my banjo. Talented with your lips like you blew out a candle. Cahan, bu sənsən. Bu sənin tərzindir. Bu sənin bədəninə, özünə, mən belə deyəcəm, daxilinə yaraşan bir tərzdir. Biraz bundan öncə də qeyd elədim ki, sənin simanda bir xanım xatınlıq var. Bax, bu geyimi çox bəyəndim. Təbii ki, saç düzümün çox gözəl olub, rəngi də çox gözəldir. Amma geyimə söz ola bilməz. Mən biləni Zeynəb sənin qızın. Zeynəb, mən istəyərdim sənin fikrini öyrənim. Necədir mama? Bəyənirsən ananı? Bəli, Çox bəyəndin. bəli. Zeynəb anasına çiçəklər təqdim etmək istəyir. Buyur Zeynəb. Mən istərdim ki, başqa bir geyimdə Cahanı görək və təbii ki, biz müzakirələrimizi edəcəyik. Buyur Cahan. Afa xanım, sizin fikrinizi bilək. Buyurun. Təbii ki, çox bəyəndim. Çox məncə bu uzunluq Cahan xanım
çox gözəl görsənirdi. Bu uzunluq ona çox yaraşır. Ümumiyyətcə bu tərzin adı şəhər tərzi deyirlər. Belə adlanır bu tərz. Country tərzinin tam əksidir. Çox ciddi, elegant bir tərzdir, amma aksesuarlara önəm verilən bir tərzdir. Bəli, burada aksesuarlar çox böyük rol oynayır. Mən çox yaraşdırıram bu tərzi bizim xanımımıza. Düşünürəm, həqiqətən də çox elegantlı, çox belə xanım, xatın, çox gözəl görsənir. Faik Bey, canım, buyurun. Yüzünüz gülür. Əslində Çox sevinirsiniz. studiyada bir o qədər məmnunluq hissi duyulur ki, hər kəsdən. Çünki hamı Cahanın daha gözəl olmasını istəyir. Mənim üçün bu stil belə biraz romantik, biraz şık businesswoman geyimi idi və çox yaraşdı. Saçının tərzini dəyişdilər, saçın rəngi biraz daha tünd oldu Cahanın və Cahan məhz bu obraz üçün sanki yaranıb. Çünki bayaqlarda dedim, Cahan bürcünə görə əqrəb də olarsa çox inatkar, iddialı və cəsarətli olurlar. Məhz inatkar, cəsarətli bir xanımın geyimi idi. Bircə bilmirəm, hər halda siz də söyləyə bilərsiniz. Mən o klatçı bəyənmədim əslində. Başqa rəng seçilsəydi və başqa tərs seçilsəydi mənə gəlir ki, daha uyğun olardı. Amma yenə deyirəm, elə gözəl qızdır ki, adam baxmır. Bunun əlində nə çantadır belə, ayağında nə ayaqqabıdır belə. Mükəmməl bir görüntü və mən ən çox Zeynəbin gözlərində işıltı görürəm və müəyyən bir hazırlıq var Zeynəbin gözündə ki, mən də böyüyəndə belə zövqlü geyinəcəm. Bax, bu dəbsizin ən böyük uğurudur. Teşekkür edirəm. Afa xanım, çanta məsələsinə gəldikdə. Çantaya gəldikdə mən Faik bəylə heç də razı deyiləm. Ola bilsin ki, formasında biraz dəyişiklik etmək olardı. Amma rəng olaraq boz rəngi, fuksiya rəngi çox tamamlayır və ikisi də bu ilin trendində olan rənglərdir. Olduqca dəbdə olan rənglərdir. Bir-birini çox gözəl tamamlayırlar. Şikayətçimizi dinləyək. Buyuruz. Xoşum gəldi, yaxşı yaraşırdı. Qarşımda qızı ilə bir yerdə görüşməklər, obraz ürəyimcə oldu. Nəyə görə? Çünki əsl ailə qadını obrazı yaranmışdı. Övladına can yandıran ailə bir qadını. Yəni əlindən tutub çöldə, yolda gəzsə, qıraqdan çox gözəl görsənər, görüntü olar. Qəlbimdə vuran ikinci mənsən, mənim sabahım, mənim özümsən. Bir azca yaşlı elə bildim görsəndi gözümdə. O da saçının rəngi dəyişilib, mənim gözüm örgəşməyib, nədirsə, yəqin ondandır. Amma geyim, tərz, söz deyə bilmərəm, yaxşı idi. Buyurun. Mən çox bəyəndim. Çox elegant və çox kibar bir xanım görünürdü. Yaşlı məsələsində mən deməzdim böyük görünür. Çünki bunun üçün də böyük bir nüans vardı. Çünki dodaqlarının al rəngdə boyanması artıq yaşı cavanlaşdırır. Yəni fərq hiss olunur və mənim xoşuma gəlir ümumiyyətlə boz rənglə olan tendens bilirsiniz, fərqli hansı rənglə uyğunlaşma və ən çox xoşuma gələn də dodaq boyasının qırmızı və amma çantanınsa bardo o rəng olmasıdır və bu bir-biri ilə ahəng təşkil edirdi. Çox xoşuma gəldi. Ümumiyyətlə indi bütün bu necə deyirlər, bu yəni dəbdədir bütün bu tendensiyalar. Yəni ona görə çox bəyəndim əslində. Ən səhərdən yəni ki bir gecə geyimi kimi, üslub kimi, bir partidə həmçinin geyimi kimi ən çox bəyəndiyim geyim bu oldu. Fərhad bəy, sizi dinləyək. Mənə açığı bir iş adamı, yəni belə bir təsir bağışladı. Hələ bildim ki, hansısa bir biznesmen, bir insan da gəlib girib içəri. Yəni bəyəndim. Ay sağ ol. Bəyənməyini bəyəndim, amma ki bundan qabaqki stil daha xoşuma gəldi. Bunu deyə bilərəm. Aha.
Zövqlər müxtəlifdir. Yeni də hədəf bizimdir, çünki hər iki geyimi modelyerlərimiz verdi. Qayğışı ana rəsmi bir geyim təsiri bağışladı mənə. Qəşəng yaraşdı həqiqətən də, zövqlü geyinibdi. Geyim çox xoşuma gəldi. Həqiqətən çox gözəl yaraşdı. Sadəcə olaraq Günel xanımın sözünə üstünlüyü gətirirəm. Azacıq yaşlı göstərdi. Çox az, yaşından üstün göstərdi. Məsələn, neçə yaş görürdünüz onu? Neçə yaşlı xanım görürdünüz? Məsələn, əgər bu dəqiqə Cahan xanımın deyək ki, maksimalni 28 yaşı varsa, hal-hazırda mən heç görmədimsə 33, 30, maksimum 35. 28 yaşı var. Mən elə bilirdim xanımın 23-24 yaşı var. Mən məsəl üçündən danışıram. Sizin kimi oğlanlarımız olsa, onda yazıq qadınlarımız. Siz yaşından artıq mən dəhşətə gəldim. Əslində Faiq bəy, mən çox bəyəndim Cahanın tərzini, gəlişini, o simasında olan gözəl bir ifadə var idi. Onu çox bəyəndim. Bu özündən, bu tərz, bu geyim ona sanki özündən bir əminlik yaratmışdı. Qeyd eləmək. Çox rahat gördüm. Əslində mən o paltarı görəndə qorxdum ki... Çox təbii idi bu geyimin içində. Çox təbii idi. Əslində dostlar onu biraz şıltaq, biraz başqa, saç rəngi biraz açıq, qısa və parlaq geyimlərdə o qədər görüblər ki, artıq gözləri biraz bilmirəm. Həqiqətən bəlkə də bunlar üçün bəli, vərdiş halına düşməyib. Amma mənim üçün çox gözəl gördüm. Mən qarşımda bambaşqa bir insan gördüm. Hətta deyərdim ki, birinci geyimindən də uğurlu gördüm bu geyimi. Təbii ki, Faiq bəy, Afa xanım, üçüncü geyimdə mənim üçün daha maraqlıdır. Eşitmişəm, biraz başqa bir tərzdir. Həm özünə yaxın olan, həm biraz uzaq olan. Ona görə çox səbirsizliklə gözləyirəm ki... Bayaq dediyiniz geyimdir. Xeyr, artıq o geyimi qarşıladıq əzizim. Amma əslində biz onu qarşıladıq və alqışladıq. Odur ki, stilistimiz düz 10-da 10 düzgün seçim eləmiş. Artıq bizim qızımız hazırdır. Mən istəyərdim ki, çox səbirsizliklə gözləyirəm. Çox. Buyurun. Shawty don't even know she can get in it for the low. Told me she not a pro, it's okay, it's under control. Show me soprano, cause girl you can handle. Baby with stars, so then you come up in park clothes. Girl I'm new, so my Bugatti the same nose. Show me a perfect bitch, you got it, my banjo. Talented with your lips like you blew out a candle. So amusing, know you can make it whistle with the music. Hope you ain't got no issue, you can do it. Çox gözəlsən. Bu geyim sənə çox yaraşdı. Əslində bu geyimi çox səbirsizliklə gözləyirdim. Alnında olan aksesuarı çox bəyəndim. Bu tərzi ümumiyyətlə çox bəyənirəm. Faiq, canım mənim. Çox maraqlı, əhsən stilistimizə maraqlı bir 20-ci əsrin 20-30-cu illər ab-havasını yaradıb və kübar cəmiyyətin bir gözəl xanımını görürük indi qarşımızda. Sənətinizi də nəzərə alsaq, bu tam sizlik bir geyimdir və valla çox danışa bilərdim. Məncə bu kifayətdir. Təbii ki, Məhmədə öz təşəkkürümüzü bildiririk. Aynur Gözəllik Salonuna. Çünki bildiyiniz kimi Məhməd Aynur Gözəllik Salonunun stilistidir və ona görə də Aynur Gözəllik Salonu sizə öz dərindən minnətdarlığımızı bildiririk. Və Məhməd dəvət etmək istəyirəm. Məhməd, necə getdi işlər? Çok eğlenceli geçti aslında. Biz beraber alışveriş yaparken gayet iyiydi. Kendine güveniyor, böyle bir özgüven var kendine ama şu an daha iyi ortaya çıktı sanki. Onu hissediyorum. İşte tamamen şu an aynaya bakarken daha farklı bakıyor.
Ama biraz zor oldu aslında giydirmek. Saçlarının rengi biraz daha hafif bir koyuluk yaptım. Bir renginde o sarılığında yaraştı. kötü bir görüntü vardı. Onu biraz aldık. Bence güzel oldu. Yakıştı, ten rengine de uydu. Bu şekilde devam etmesini söyledim zaten saçlarına. Kıyafeti de bence çok güzel olmuş. Əslində mən geyimə görə Afa xanıma da öz təşəkkürümü bildirim. Çünki geyimi Afa xanımla Məhəmməd bir yerdə olaraq seçmişdilər. Park Bulvarda My Brands. Buyura bilərsiniz Məhəmməd siz. Təşəkkür eləyirəm. Sağ ol. Afa xanım, sizin fikrinizi bilək. Qarşımda Hollywood ulduzuna bənzər bir gözəl xanım görürəm. Çox gözəl şəkildə. Həqiqətən bu saç rəngi, bu qaşlarının biraz tünd tonu boyanması çox sənin simanı dəyişdi olduqca. Daha da gözəl, incə, daha da xanım əsl sözün mənasında vintaj üslubunda geyinmisən. Bugün bu tərzin adı vintaj tərzidir, belə adlanır. Mən sənin bu geyimi çox yaraşdırdım. Təşəkkür edirəm. İlhamə, nə deyərdin? Mənim gözüm qamaşır. Yəni həqiqətən də belə mənim də yəni gələndə ilk əl çalan da mən oldum. Çünki mən ümumiyyətlə bu tərzi, yəni vintaj ən sevdiyim yəni tərzlərdən biridir. Yəni çox mən özümdə müraciət eləmişəm. Bəli, kliplərinizin birində də var idi. Yəni nə bilim, sanki qarşımızda artıq bir ulduz dayanıb və bir dənə mikrofon çatışmır ki, siz səhnəyə gedib və artıq bizə təqdim eləyəsiniz ifanızı. Yəni çox gözəl. Gözəl də görünürsünüz. Onu da yerinə yetirə bilərik. Mən istəyərdim ki, Cahanın qardirobu gəlsin. Canım mənim. Mən deyim, ilk səfərdir ki, Faiq bəy bu qədər düşüncəli görürəm. Sanki xəyallara qərq olub. Çox uğurlu bir eksperiment idi və mən Mehmet bəyin bir sözünü eşitdim, onu ilk dəfə də deyir. Adətən bizim iştirakçılarımızla bağlı danışanda deyir ki, zor oldu, çətin oldu. Bugünləri dedi ki, çox əyləncəli keçdi. Yəni bizim qəhrəmanımız pozitiv həyata açıq olan bir insandır və Mehmet'e ona göre yüngülüydü. Mənə elə gəlir ki, sənin həyatında bir dönüş nöqtəsidir. Dəbsiz, Afa xanım, Ruhi xanım, Mehmet var gücü ilə çalışdılar ki, sən bax, bu qədər gözəl dəyişəsən. Əzizim, mən bu masaya təbii ki, boş yerə yaxınlaşmadım. Biz təbii ki, hər bir iştirakçımıza Dəbsizin adıyla nəsə hədiyyə edirik. Bəlkə gələcəkdə sizin sənətlə bağlı bizim Cahana bir yardımınız ola? Məmnuniyyətlə. Duet ola bilər. İfa tərzini dinləyim və hər halda ondan qaynaqlanaraq məsləhətlərimi eləyərəm. Məmnuniyyətlə. Olar ki, biz sizin onun ifa tərzini dinlədiyinizdə bizim çəkiliş olsun. Olar. Olar. Alqışlar Faiq bəyə. Cahan, bu balaca bir iş deyil. Ən əsası odur ki, Faiq Ağayev sizin səsinizə qulaq asacaq və bunu qiymətləndirəcək. Təbii ki, deyə bilmərəm, bəlkə gələcəkdə duet də gözlənə bilər. Yəni, o da ola bilər. Bu, sənin üçün, mən belə deyərdim, Dəbsizin ən uğurlu dəqiqələridir. Bu geyim, bu saç düzümü, bu makyaj həyatının dönüş nöqtəsi ola bilər. Amma Faiq Ağayevlə birgə duet oxumağın möhtəşəm bir şey olacaq. Sənə uğurlar diləyirəm və təbii ki, qardirob. Gəlsin qardirobumuz. Aha, Cahan, qərar sənindir. Bu qardirob, yoxsa kendi gardırobun? Əlbəttə ki, bu. Alqışlar. Bu da Dəbsiz. Biz hər zaman sizlərləyik. Ya
dəbsiz olacaqsınız ya da dəbsiz olacaqsınız. Gələn həftənin birinci günüdür. Hələlik.